Keçmişin izləri, Qərbi Azərbaycan adət və ənənələri, Qərbi Azərbaycanın mədəni izlərini daşıyan insanların xatirələrinə səfər edən video məzmun layihəsidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və videoda səsləndirilən fikirlərə görə Gənclər Fondu məsuliyyət daşımır. Layihə rəhbəri Müşfiq Mehdizadə. Mən Abbasov Aydın Kəlalan oğlum 1958-ci ildə Aksafa rayonunun Qarasəli kəndindən anamdan olmuşam. Anam Bedibasar rayonundan olubdu. Atamsa Göyçə mahallının Ağbulaq kəndindən anadan olubdu. Cəfər Bağırovun vaxtında köçürülübdü. Cəmaət köçürüləndə anam gibi də o vaxtda köçüb oraya gəliblər, Qarasəli kəndinə. Qarasəli kəndində atamla anam orada tapışıblar, bir-birini seviblər və ondan sonra anamı götürüb qaçıb orada. Sonra 6 uşaq anadan olmuşuq biz oradan. 4'ümüz Qarasəlidə, ikimiz qayıdandan sonra 1960-cı ildə biz qayıtdıq Göyçəyə, yəni öz vətənimizə. Orada boya başa çatmışıq. 2 uşaq da orada anadan olubdu. 4 qardaş, 2 bacı olmuşuq biz. Və atam balamançılıq və zuraçı, aşıq yanında balamançılıq edirdi. Çox mülayim insan idi. Atam heç bir vaxt dilindən bir dənə pis söz çıxartmazdı. Heç bir vaxt söyüncələməzdi. Heç vaxt bizi döyməzdi. Eləcənə deyər ki, bala bunu belə eləyin, eləyin. Biz də heç bir vaxt atamızın qarşısından qabağını dillənməzdik. Pul istəyəndə anamıza deyərdi ki, atama denə ki, bizə pulsun günaha gedək. Gedərdi o da atamızdan. Heç bir vaxt. Atam çox mülayim, çox. Heç bir vaxt anama da danlayar ki, uşaqda işim olmasın. Boy böyüsün, boya başa çatsın uşaqlar. Ərsəyə gəlsinlər. Bir vaxt bizim bu qolumuzdan tutar olmalı. Biz onların sayəsində böyümüşük və boya başa çatmışıq. Biz orada maldarçılıqla məşğul olmuşuq. Səhər tezdən oturardı, hər kəsin öz işi olardı. Tavşılardı, sən ya qoyunu apar qat, balı qat, birimiz məsələn üçün danaları apar, örüşə bağla. Ondan sonra kuzuları sən apar, böyün otarmalısan. Töylüyü sən təmizləməlisən. Bugün hamımızın öz vəzifəmiz var idi. Kim hası da böyükdü, o balacıyı buyururdu. Balaca kimdir, o gelip o görməlidir. O vaxtlar biz aşıq oynuyorduk en çok bizdə. Ondan sonra tirədiyimi oynuyorduk, çilik ağaç deyirdik, çilik ağaç oynuyorduk. Çilik ağaç payız vaxtları oynuyorduk, tirədiyimə yaz ağzı, aşıq oynayıb yaz ağzları oynuyorduk, pul oynuyorduk. Söyləməyə. En çok oynadığımız bunlar idi bizim. Yeməkləri çox qəşəng pişirərdi. Allah verəndən hər şey südlü xörəklər pişirirdi. Ət olanda bozartma deyirdi. Bozartma pişirirdi, dolma pişirirdi. Hər cür yeməklər pişirirdi anam. Biz orada şirin çay qətiyyən içməmişik. Şirin çay deyilər, sudan başqa. Şeylərdi, anam hər səhər tezdən yemək istik, yemək pişirərdi, duracaqdı bizə, durub yeməğinizi deyin. Novruz bayramında da çox gözəl keçirirdik. İlin qabaqca axiri gecəsi idi deyəndə qapı sımaydı, sulaşmaydı, biz də sulaşma deyirdik. Bir-birimizi suluyurduq, bir-birimizin qapısını surduq. Ayın 20'si günü uşaqların gəzmə günü idi. Başa-başa edirdik, qapı düşüb bayramçılıq edirdik. 21'i isə böyüklər gedirdi. Bayramçılıq keçirdilər, cevlərdə konfet doldurdular, gedirlər, hər uşaq gəlində paylarını verirdi uşaqların, belə-belə. Hamısı bir qapı, hamı qohum əqrəblər bir-birinin qapısını gedib gələr, küsürlər barışardı. Bizdə elə küsürlük yox idi, bizim kənddə mehribançılıq idi. Heç vaxt düşmənçilik bizdə bizim kənddə olmurdu. Həmişə də danışıb, gülmək, hamısı həmişə də oruçluq bayramımızı keçirdirdik. Orada nə tər var idi, elə də keçirdirdik. 10-cu sinifə kimi orta məktəbi orada qurtardım. Sonra qurtarandan sonra yol idarəsinə düzəldim, orada işlədim. Bir ildən sonra mən əskəriyə getdim. Əskərlikdən qayıdandan sonra gəldim, kənddə poçtalyon düzəldim. Qəzet paylayırdım, məktub çatdırırdım. Sonra da yay vaxtları sezonda bu vaxtları ot biçimi başlayırdı, ot biçiminə gedirdi. Ta vətdim sentyabrın 20'sine kimi ot
4-5 tane fermamız vardı. Kolxoz ferması vardı. Taxıl biçilirdi, kartof yığılırdı. Kartofları yığılırdı. Kartof yığımında qutarılır sezonda köpək tarıq edirdi kolxoza. Ondan sonra da qış vaxtları da kimisi də maldarçılıqla məşğul olurdu. Fermada işləyirdi, qoyunçuluqla işləyirdi. Cəmaət boş qalmırdı. Hamı işlə məşğul olurdu. Səhər tezdən qış vaxtı da elədi, baldan, qoyundan səhər açıldı, malımızı, qoyunumuzu yemləyirdik, günorta suya açırdı, suluyurduq. Yaz vaxtı da gələndə də may ayının 10-u zadı malını, qoyunumuzu çölə buraxırdıq. Çöldə otlayırdı, axşamlar da qayıdıb gəlirdi. Bizim yaşayışımız çox qəşəng olurdu orada. Yol idarəsində mən işləyirdim, hardasa 200 manat pul alırdım. Sovet vaxtı. Ancaq gəlirdim burada Azərbaycana gələndə Qazaxda uşaqlardan soruşdum. Neçə 70 manat yerimiz pul alırıq. 28 il. 28 il mən orada yaşamışam. 28-ci ildən sonra erməni məmurları gəldi, qovaladılar. Oradan çıxartdılar. Biz inanmırdıq ki, biz çıxa bilərik. Hələ mən orada başlayırdıq, ev tikməyə başlayırdıq. Tikib qutarmışdıq, qavada dambur artırdı. Hamı qaçırdı, biz hələ şey deyirik, ev tikirdik ki, Sovetin dönüb belə şey ola bilməz ki, şey eləyə bilməz. Vaxt elə gətirdi ki, hamı qaçdı. Qaça-qaçdı, biz də Çerezasına gəldik. Yerdən var, Suldərədən, Topaşan deyildilər. Oradan piyada qaçdıq, gəldik buraya. Azərbaycan cəmaatı sağ olsun, Çoban kənd cəmaatı, İvanovkan cəmaatı, cəmaatı çox kömək tarix elədi. Burada mən yuxu görməmişim. Nə görmüşəm orada, nə edirik, uşaq var, nə görmüşük, nə eşitmişik, hamısını orada görürük. Yay vaxtı sezonu dolanda orada girdik, Göyçə göldə çimirdik, gəlirdik, balıq lazım olanda balıq tuturduq, orada badakaşka vardı. Oradan məftil atırdıq Sevan gölün qırağına, burada rubelnik vururduq. Ben kimi balıqlar sırası top vururdu şöyle, tez söndürürdük. Nə yığdın, yığmadın ailə kimi qaçır, tuta bilmir. Orada sonra öz suyuyla pişirirdik, balıqda yerdik. Oradan da su içib çıxıb gəlirdik. Günümüz, cizaramız çox gözəl idi. Hamı çıxardı, mədəniyyət evlərimiz var idi, orada gedirdik, qrupda kinolara baxırdıq. Ondan sonra mədəniyyət evində gedib domino oynayan oynayırdı, nerede oynayırdı. Günümüzü qış vaxtları belə keçirdirdik orada. Hələ də o müddətdə yaşayırıq ki, biz nə vaxtsa da geri qaytarıq öz vətənimizə, öz yurdumuza, yenə şənləndirəcəyik orayı biz. Doğulduğunuz kəndə qayıda bilsəydiniz, ilk nəyi görmək istəyərdiniz? Mən deyib ağalarımı ziyarət eləyərdim. Mirəl ağamın, Yaqub ağamın qəbirlərini ziyarət eləyərdim. Onları düzün sürənərdim, onların qəbirlərindən öpərdim, torpaqlarından öpərdim. İstərdim ki, torpaqlarımız qayıtsın, mən təzədən qayıdıb o yurtda dədə babamın zadını bərpa eləyərdim. Orada yaşayardım. Bizim evləri söküblər, hamısı baxmışıq temizlikdə, uşaqlar çəkib gətirdilər, baxmışıq. Bizim kənddə çox evlər sökülür, əsarət ələbət qalmışdır. Qalıb bir hasədə 50-60 ev qalıb. 300 evdən 50-60 ev qalıbdır. O da söküblər aparır. Harada orada fermerlərdir, ermənilər yaşayan, mal, qoyun saxlayanlardır. Mən çox istərdim, gəldim, qaydam öz vətənimizə.